Gəncə şəhər sakini Eldar Zeynalov bugünkü paradda silahlı qüvvələrin yaranmasının il dönümü münasibətilə 26 iyun 2026-cı ildə yürüşdə iştirak etdik. Hərbi parad yürüşündə qürur duyduq, fəxr etdik. Fəxrlə də deyə bilərik ki, 44 günlük müharibədə və 23 saatlıq antiterror əməliyyatında Azərbaycanın silahlı qüvvələri konstitusiyon hüququmuzu, BMT qanunverməsini icra edərək Müzəffər Ali Baş Komandanın beynəlxalq hüquqa göstərişinə, əmrinə uyğun olaraq erməni silahlı birləşmələri və onların havadarlarını döyüş meydanından neytrallaşdırıb çıxartmışlar. Azərbaycan ərazi bütövlüyünü təmin etmişlər. Şəhid oldular, qazi oldular, qələbə çaldılar, qəhrəman oldular, bütöv Azərbaycanı bizə bəxş etdilər. Qürur duyuruq, fəxr edirik, bayramımız mübarək olsun deyir.